Misal üçün, sizdən alınan bir avtomobil və qeyri bir şəxsdən alınan bir avtomobil. Zavod hər hansısa bir qüsur olanda avtomobili geri çağırır, düzdür? Neo Motors'dan aldığım avtomobili geri çağırılanda siz bu təşkilati məsələləri həyata keçirirsiniz, yoxsa yox? Ümumiyyətcə belə deyim, Çin birbaşa ancaq daxili Çin şirkətlərinə avtomobili satır və zəmanəti də birbaşa onlara verir. Və sabah biz həmin o 10.000 manatı artıq verib hansısa bir şirkətdən zəmanətli avtomobil alanda, zəmanətə ehtiyacımız olduğu halda bizim müraciətimiz gedir Çinə, şirkətə. Şirkətdən isə gedir zavoda. Və bu da gəlir yaxşı halda 5 ay, 6 ay, 7 ay, 8 ay, 1 ilə qədər uzanır. Neo servisdə bu hallar biz zəmanət verdikdə, Neo servisin daxili zəmanətini veririk. Biz müştərini qətiyyən Çinlə bağlamırıq. Yəni özünüzə aid olur. Biz məsuliyyəti tam üzərimizə götürürük.